Hər kəsə salam. Bu gün MIQ suallarından MIQ tipli parafraze sualların izahına baxacağıq. Yəni cümləni oxuyuruq və variantlarda həmin mənanı daşıyan cümləni seçirik. Daha çox söz bazası tələb edən testlərdir. Of the thousands of known volcanoes in the world, the overwhelming majority are inactive. Dünyada bilinən minlərlə vulkandan böyük əksəriyyəti qeyri-aktivdir. Gəlin baxaq A-ya. A-da deyir ki, there are thousands of known volcanoes in the world, most of which are active. A-da bizim variantımızı korlayan aktiv sözüdür. Deyir ki, əksəriyyəti aktiv olan dünyada minlərlə vulkanlar var. Bu yanlışdır. Çünki bizdən sualın şərtində nə deyir? Majority are inactive. Majority əksəriyyət deməkdir. Yəni böyük qism aktiv deyil. Amma A-da böyük qismin aktiv olduğunu deyir. Buna görə yanlışdır. B-də deyir ki, only a minority of the many known volcanoes in the world are active. Deyir ki, dünyada deməli bilinən vulkanlardan çox az qismi aktivdir. Bəli, elə doğru cavabımız olacaq burada bizim B variantı. Çünki əksəriyyəti qeyri-aktivdirsə, kiçik bir hissəsi, minority və majority antonimdir. Kiçik bir qismi aktivdir. C-də nəyə görə olmaz? Deyir ki, vulkanların deməli çox vast, yəni geniş, böyük bir qismi hələ də aktivdir. Burada bizdən bunu istəyir. Amma bizim şərtimizdə deyir ki, çoxu qeyri-aktivdir. D-də deyir ki, sönmüş vulkanların çoxunun gələcək üçün, belə deyək də, yəni potensialı var. Gələcək dağılma üçün. Xeyr, belə bir məna yoxdur burada. Çünki çoxu deaktivdir, qeyri-aktivdir. Necə o vulkan təzədən yana bilər? Yəni sönmüş vulkanlardır. Inaktiv deyəndə sönmüş vulkan. Y-də isə deməli, bilinən vulkanların çoxu temporary müvəqqəti deməkdir. Deməli, müvəqqəti olaraq qeyri-aktivdir. Amma xeyr, burada bizdən müvəqqəti sözü demir. Ona görə də cavab olacaq B variantı. 22-yə baxaq. Classmates are a more important influence than parents on a child's success in school. On a child's success uşağın uğurunun üzərində deməkdir. Deyir, sinif yoldaşları məktəbdə uşağın uğurunun üstündə valideynlərdən daha ciddi, daha vacib təsirə malikdir. Gəlin indi baxaq. Not only classmates but also parents play an important role on a child's success in school. A variantı not only but also nəinki həmçinin deməkdir. Yəni nəinki sinif yoldaşları, həmçinin valideynlərin də məktəbdə uşağın uğurunda vacib rolu var. Xeyr, bu o deməkdir ki, 50% rol valideynində, 50% rol sinif yoldaşınındır. Amma bizə nə deyir? Sinif yoldaşının rolu daha çoxdur. A variantını çıxırıq. Burada both deyir, hər ikisinin deyir vacibdir. Bəli, hər ikisi vacibdir, amma bizdən sinif yoldaşının təsirinin daha çox olduğu vurğulanır. C-yə baxırıq. Children who get on well with their classmates are more successful in school than those who don't. Get on well, yaxşı yola getmək deməkdir. Sinif yoldaşları ilə yola gedən uşaqlar yola getməyənlərdən, burada those children-ı əvəz edir. Kimlər ki, yəni yola getmir, yola getməyənlərdən daha uğurludur. Gəlin bunu saxlayaq. Deməli, D-da deyir ki, uşaqların uğuru məktəbdə valideynlərdən daha çox sinif yoldaşları tərəfindən təsirlənir. Bəli, doğru cavabımız olacaq D variantı. Çünki mən dediyim kimi başda da biz parafraze etməliyik. Bizim şərtimizdə influence sözü var, yəni təsir. D-da deyir ki, affected, yəni təsirlənir. C-da bilirsiniz, oxşuyur düzgün varianta. İlk başda insana deyir ki, gəl məni yaz. Amma sinif yoldaşından uşağın yola getməsinin uşağın uğuruna bir dəxli yoxdur. Sadəcə uşaq sinif yoldaşından təsirlənir. Necə, nə mənada? Oxumaq barəsində rəqabət aparmaq, akademik cəhətdə rəqabət aparmaq, yoxsa uşaq sinif yoldaşından yola getdi və yaxud getmədi. Bəzən elə olur ki, iki sinif yoldaşı dost olsa da, biri oxuyur, biri zəif oxuyur, biri yaxşı oxuyur, biri zəif oxuyur. Yəni, onların rəqabət aparması akademik cəhətdən asılıdır. Bəzən iki sinif yoldaşı yola getmir, amma ikisində akademik nəticəsi yüksək olur. O demək deyil ki, uşaqlar bir-birini sevmirsə, onların nəticəsi zəif olacaq. Xeyr, sadəcə biri digərindən oxumaq cəhətdən təsirlənə bilər. Məsələn, zəif oxuyan yaxşı oxuyana baxıb daha güclü çalışa bilər. Bu da olacaq D variantı. E-də nədir? Valideynlərin şagirdin uğurunda vacib rolu var, vacib təsiri var məktəbdə. Əlbəttə ki, var. Lakin bizim cümləmizə uyğun gəlmir. Yəni, burada variantların hətta hamısı düzgün də ola bilər. Lakin biz verilən cümləni dəyişdirməliyik. Orada olan sözlərə istinad etməliyik. Gəlin baxaq 23-ə. Most nurses are women, but in the higher ranks of the medical profession, women are in minority. Deyir ki, əksər tibb bacıları qadınlardır. Lakin tibbi peşənin
daha yüksək belə deyək, cərgələrində qadınlar azlıqdır. Yəni qadınların sayı azdır, azlıq təşkil edir. A-da nə deyir? Also the majority of nurses are women, only a small number only a small number work in the high ranks of the medical profession. Also baxmayaraq deməkdir. Baxmayaraq ki, qadınların böyük bir tibb bacılarının böyük əksəriyyəti qadınlardır. Yalnız kiçik sayda olanlar, yəni az sayda olanlar tibbi belə deyək də peşənin yüksək cərgələrində işləyir. Elə bu adı bizə düz kimi gəlir, bəli. B-də səhv nədir? Deyir ki, böyük əksəriyyət tibb bacılarında qadınlardır. Baxmayaraq ki, however baxmayaraq bununla belə, bununla yanaşı deməkdir. Kişilərin faizi slightly yüngül dərəcədə hiss olunmayan, tədricən artıbdır. Heç burada kişidən danışdı, gəldi özünü araya qatdı. Burada heç kişi yoxdur. Sizdə baş qoşmayın onlara. Gəlin baxaq C-yə. Since women were not allowed to work in the higher ranks of the medical profession, they worked as nurses. Siz çünki deməkdir. Deyir qadınlara allowed icazə verilmək, bu da not deyir. Qadınlara tibbi ixtisasın, peşənin yüksək cərgələrində işlənməyə icazə verilmədiyi üçün onlar tibb bacısı kimi işlədilər. Uşaqlar, belə bir və yaxud müəllimlər, belə bir cümlə yoxdur burada. Çünki burada bizə tibb bacısının sayından danışır. Onun səbəbini demir ki, icazə verilirdi, verilmirdi. Yəni belə bir söhbət yoxdur. Yəni bizim faktımıza ziddiyyət təşkil edir bu cümlə. D-yə baxaq. Despite the fact that there are higher medical professions, women have to start their career as a nurse. Deyir ki, tibb ixtisaslarının, yüksək tibb ixtisaslarının olmasına baxmayaraq, olması faktına baxmayaraq, despite baxmayaraq, qadınlar öz karyerasına as a nurse, tibb bacısı kimi başlamalıdırlar. As-in iki mənası var. Həm kimi, yəni tibb bacısı kimi, həm də çünki mənası var. Burada kimi mənasında işlənibdir. Xeyr, demir ki, qadın öz karyerasına tibb bacısı kimi başlasın. Deyir ki, yəni tibb bacısı olan qadınların sayı çoxdur, amma digər, misal üçün həkim və yaxud həkimin növləri olan cərrah, nə bilim, gözəl kimi falan, oftalmoloq və s. bunlarda qadınların sayı aşağıdır deyir. Bizdən bunu deyirdi. A-da nədir? Daha çox qadın deməli başqa sahədən çox deməli tibb bacısı sahəsində xidmət edir. Əslində bu çox oxşuyur birinciyə. Lakin tam olaraq düzgün parafrez etmir. Bəli, tam olaraq düzgün parafrez etmir. Orada minority, majority bir-birini əvəzləyir. Məsələn, bayaqkında da. Burada deyir ki, qadınların sayı azlıqdır. Arada da onu əvəzləyir ki, bir tibb bacısının sayı çoxdur, amma kiçik bir say. Yəni minority sözünü small number ilə parafrez edir. Ona görə A düzdür. Yoxsa B də uyğun gələr, Y də uyğun gələrdi. Yəni birə-bir eyni sözün başqa mənada işlənməsi vacibdir. Only those who can afford cəhd etmək, daha doğrusu belə deyək də, gücü çatmaq, nəyisə etməyə bacarmaq mənasındadır, imkanı olmaq. To lose their money should make high risk investments. Deyir ki, pulunu belə deyək, itirməyə bacara bilənlər deyil sadəcə, yüksək risk investisiyadır, yəni pul yatırım etməlidirlər. Yəni o insanlar pul yatırım etməlidir ki, onlar o pulu itirməyi elə bil ki, bacarsın, yəni onu gözə ala bilsin. Yəni misal üçün kasıb bir insan pulunu itirsə, onun üçün faciə ola bilər. Ona görə də o yüksək yatırım etməməlidir. Amma pulu itirsə, onun üçün böyük bir hadisə olmayacaq şəxslər yüksək yatırım edə bilərlər. Deməli, baxaq. Also many people make high risk investments, only a few actually make money. Deyir, baxmayaraq ki, çox insan yüksək dərəcədə riskli yatırım edir, amma yalnız çox azı pul qazanır. Xeyr, burada demir. Burada konkret deyir ki, onu itirməyi bacara bilən insanlar, ona imkanı çatan, yəni imkanı çatan insanlar bunu etməlidir. Burada deyir ki, bəzi yatırımlar olduqca riskli deyil, lakin insanlar asanlıqla pulunu itirə bilər. Olmaz, uyğun gəlmədi. Deyir ki, C-yə baxın. If people can't afford to lose money, they shouldn't make investments that are high risk. Əgər insanlar pulunu itirməyə gücü çatmırsa insanların, onlar yüksək dərəcədə olan riskli pul yatırımı etməməlidirlər. Bəli, yəni o insanlar etməlidir ki, ona imkanı çatsın. O riski etmək onun üçün problem olmasın.
deməli ona imkanı çatmayanlar etməməlidir. Buradan biz bu mənanı çıxardırıq. Biz burada verilən cümlədən çıxardığımız mənanı cavabda tapmalıyıq. D-də nədir? İnsanlar deyir ki, yüksək səviyyədə risk təşkil edən pul yatırımı, investisiya nəticəsində bütün pulunu itirə bilər. Bu hamıya aiddir. Burada bunu soruşmur ki. A-da deyir ki, hətta pulunu itirməyə imkanı çatan şəxslər də yüksək risk təşkil edən pul yatırımı etməməlidir. Xeyr, əksinə bu tamamilə elə bir ki, bizim fikrimizi təkzib edir. Ona görə də bu yanlışdır. Gəlin baxaq 25-ə. The work was almost complete when we received orders to proceed no further with it. Deməli, biz deyir ki, artıq buna daha əlavə, further əlavədir. Davam etməyəndə, deməli, iş deyir, tamamilə bitmişdi. When, ilə deyirəm, sual cümləsində işlənmişsə, feili bağlama kimi, and-ende kimi tərcümə olur. Biz artıq deyir, sifarişlərin daha əlavə olmadığını qəbul edəndə iş tamamilə bitmişdi. By the time we were ordered not to go on further with it, we had already completed most of the work. Burada most deyil, amma almost demək olar ki, yəni tamamilə iş bitmişdi. Gəlin buraya baxaq. When we received orders not to proceed further, we refused to stop working. İşləməyə dayandırdıq, rədd etdik. Refuse demir. Since we were ordered not to proceed further, we stopped working. Xeyr. Also we received orders to stop the work, we went on with it. Baxmayaraq ki, deyir, biz dayandırmışdıq, amma bununla getdik. We wouldn't go on further with the work if we were ordered to stop it. Deməli, deyir ki, biz daha əlavə işlə gedə bilməzdik. Əgər bizdən bunu dayandırmaq xahiş olunmuşdusa, yox, orada təklif edilmişdisə bunu dayandırmağımız, biz daha da irəli gedə bilməzdik. Yəni, artıq bu olanda biz bitirmişdik də, deməli. Onda elə qalacaq A variantı. Əksəriyyətini bitirmişdik. Bəli, demək olar ki, bitirmişdik. Students should not try to write down everything they hear in a lecture, but just make a summary of the most important points. Uzun cümlə kimi görünsə də gəlin nəzərə salaq. Tələbələr hər şeyi, eşitdikləri hər şeyi mühazirədə yazmalı deyirlər. Yazmalarına gərək yoxdur. Lakin məhz ən vacib məqamların summary xülasə deməkdir. Xülasəsini yazmalıdırlar. Because, ümumiyyətlə burada because sözü yoxdur, yəni çünki demir. Ona görə elə A-nı çıxıram. Burada deyir ki, çünki yazmaq çətindir deyə, sadəcə ən vacib elə də yazılır. Xeyr, onu da çıxıram. C-də nədir? Also, it is easier to sum up the most important points. Students try to write down everything they hear in a lecture. Burada deyir, tələbələr eşitdiyi hər şey yazmalıdır, amma bizdə nə deyir? Shouldn't. C-də səhvdir. D-da bölübdür ki, bəziləri some students hər şey yazılı eşitdiyi. A dəstə digərləridir. Yəni qalanları da sadəcə general points, ümumi nöqtələri yazır. Xeyr. Amma Y düzdür. Bəli, hər şey yazmaq əvəzinə instead of əvəzinə deməkdir. Onlar sadəcə ən vacibləri yazmağa cəhd etməlidirlər. Except istisna deməkdir. Except a few insurance professionals, there is no one who understands completely what insurance is. Deyir, bir neçə sığorta, yəni ixtisasçısından başqa bu sığortanın nə olduğunu tamamilə başa düşən birisi yoxdur. There is no one who understands completely what insurance is. Yəni, burada elə bir ki, kim ki bunu başa düşən birisi yoxdur. Yenə deyirəm, bir neçə sığorta ixtisasçısı olan insandan başqa sığorta nə deməkdir tamamilə anlayan bir insan yoxdur. Deməli, A-da deyir, knowing everything about insurance is impossible even if you are a professional. Even hətta deməkdir. Hətta əgər sən ixtisasçısansa da sığorta haqqında hər şey bilmək mümkünsüzdür. Xeyr, ixtisasçı hər şeyi biləndir onsuz da. Bu cümlə elmi cəhətdən səhvdir. Burada deyir ki, heç kim yox, lakin bəzi sığorta ixtisasçıları tamamilə what insurance bitişik yazılıb, səhv düşüb. Sığorta nə deməkdir? Başa düşür. Bəli. C-da deyir ki, əgər əksər insanlar nə olduğunu başa düşsə idi, düşsəydi, o zaman ehtiyac olmazdı. Bu ümumiyyətlə qeyri-real şəh-budaq cümləsidir. Başa düşsəydi ehtiyac olmazdı. Demirəm burada onu. Deyir ki, bir neçə ixtisasçıdan başqa heç kim başa düşmür. D-da deyir ki, many çox deyir, amma bizdə few ilə many antonimdir, few azdır.
E-də isə deyir ki, sığorta olduqca mürəkkəbdir. Hətta ixtisasçılar belə hər şeyi anlaya bilmir. Xeyr, ixtisasçılar anlayır. You made the situation worse by blaming yourself. Blaming yourself özünü günahlandırmaq deməkdir. Sən özünü günahlandırmaqla situasiyanı daha pis etdin. Worse daha pis. Müqayisə dərəcəsində olan sifətdir. You can't blame yourself whenever a situation gets worse. Deyir ki, nə vaxtsa situasiya daha pis olursa özünü günahlandırmamalısan. Daha doğrusu günahlandıra bilmirsən. Bunu deyir. Kəm bilmək bacarmaqda axı. Amma bu uyğun gəlmir. Deyir, blaming yourself will not make the situation better. Bəli, bu da əlim dəydi, C-yə getdi. Deməli, gəlin baxaq. Burada deyir ki, daha yaxşı etməyəcək. Xeyr, bunu demir bizə. C-də baxın, the situation will not change even if you blame yourself. Deyir ki, situasiya hətta sən özünü günahlandırsan da dəyişməyəcək. Xeyr, onu da demir. If you hadn't blamed yourself, the situation wouldn't have become worse. Bəli, sən özünü günahlandırmaqla daha pis etdin. Yəni, günahlandırmasan daha pis olmazdı. Cavab olacaqdı. No one will guess what you want if you don't tell them and nothing is going to change if you don't propose a change. Çox qəşəng cümlədir. Heç kim, əgər sən onlara deməsən, nə istədiyini təxmin etməyəcək və heç nə sən dəyişiklik təklif etməsən, dəyişməyəcək. Bir daha deyirəm. Heç kim sən onlara deməsən nə istədiyini təxmin etməyəcək və heç nə sən dəyişkənlik təklif etməsən, heç nə dəyişməyəcək. Instead of trying to guess what others want, you should ask what they want. Deyir ki, digərlərinin nə istədiyini təxmin etməyə çalışmaq əvəzinə sən onların nə istədiyini soruşmalısan. Gəlin buya da baxaq. Even you can't change anything, it is worth telling what you want. Əgər deyirsən, heç nə dəyişə bilmirsənsə, nə istədiyini deməyə dəyər. Neither is it possible to change anything, not to be understood unless you tell what you want or what change should be done. Bəli, C olacaq. Yəni, unless if not deməkdir. If nota bərabərdir. If nə deməkdir? Əgər. If not da inkardır. Yəni, if you tell, əgər sən desən, unless you tell, yəni if you don't tell, əgər sən deməsən, ona bərabərdir. Unless bərabərdir if nota. Unless you tell bərabərdir if you don't tell. Yəni, əgər sən deməsən, nə istəyirsən və yaxud nə dəyişiklik, hansı dəyişiklik olmalıdır. What'dan sonra isim varsa, change isimdir, dəyişiklik. Olacaq hansı mənasında. Sən əgər nə istədiyini deməsən və ya hansı dəyişiklik edilməlidir deməsən, onu başa düşmək və yaxud nəyisə dəyişmək mümkünsüzdür. Gəlin, baxın, indi 30-a. The doctor won't see anyone without an appointment, but you can't still try. Appointment görüşdür. Yəni, öncədən həkimlə təyinat alırsan ki, görüşəcəksən, həkimin qəbulunda olacaqsan. Qəbulsuz, görüşsüz həkim heç kimi görməyəcək. Lakin, hələ də cəhd edə bilərsən. Even if you have an appointment, the doctor will not see anyone. Even if hətta deməkdir. Hətta görüşün olsa da, qəbula yazılmış olsan da, həkim səni görməyəcək. Xeyr. Without an appointment. Onsuz görməyəcək. Olsa görərdi. You couldn't see the doctor because you didn't have an appointment. Aha, buraya uyğun gəlir. İndi gəlin baxaq. Where you have an appointment or not, the doctor will not see you. Where you have an appointment or not, yəni sənin həkimlə görüşün, öncədən qəbulun olsa da olmasa görməyəcək. Amma olmasa görməyəcək. Ona görə C-yə getdi. If you had made an appointment, you could have seen the doctor. Əgər deyir görüşün yoxdursa da, qəbulun olsaydı, sən həkimi görə bilərdin. Also, it is not possible for anyone to see the doctor without an appointment, you can't try it. Bəli, olacaq E variantı. Baxmayaraq ki, qəbulsuz həkimin istənilən bir kəsi, anyone təsdiq cümlədə istənilən biri mənasında tərcümə olur. Görməsi mümkünsüzdür, yəni not possible bərabərdir impossible-a. Yəni mümkün deyil. It is impossible. Bu mümkünsüzdür. It's not possible, yəni mümkün deyil. Eyni mənadır. Sən sınaya bilərsən. Daha çox MİQ, abituriyent və aşağı sinif şagirdlərinin kitab, test, sınaq suallarının izahı üçün kanalıma abunə ola bilərsiniz. Sağ olun.